Suvarma kanallarının və kollektor drenaj sisteminin sıx olduğu A fiziki coğrafi rayonunun ərazisində bir neçə iqtisadi rayon yerləşmişdir. Azərbaycanın əsas relief vahidlərindən biri yerləşən bu fiziki rayon ayrı iqlim şəraitinə malik olsa da, burada əkinçilik inkişaf etmişdir. Burada yerləşən iqtisadi rayonlarda kənd təsərrüfatının ixtisaslaşma sahələri də əsasən eynidir. Situasiyanın sualına əsasən deyilir ki, sualda mətndə əsasən fiziki coğrafi rayonu və iqtisadi rayonları müəyyən edin. İlk növbədə deyir ki, A fiziki coğrafi rayon dedikdə bu deyilənlərə əsaslanaraq deyə bilərik ki, bu A iqtisadi rayonu mərkəzi Aran və ya Kür-Araz fiziki coğrafi rayonu adlanır. Yəni biz bura Kür-Araz və eyni zamanda da buranı biz mərkəzi Aran deyə bir iqtisadi rayon kimi də adlandıra bilərik. Və eyni zamanda da ikinci hissəsinə sualın gəldikdə isə iqtisadi rayonlar həmin bu Kür-Arazın ərazisində 3 əsas iqtisadi rayon yerləşir ki, hansı ki, bu iqtisadi rayonların içərisinə biz elə mərkəzi Aran, eyni zamanda bura biz Şirvan Salyan adında iqtisadi rayon və eyni zamanda da biz bura əlavə eləyə bilərik Mil Muğan iqtisadi rayonlarını.